Selamünaleyküm, her vaktiniz hayır olsun. Hal-hazırda Əməkdar artist Rafael İskəndərov İraqa gedib. Aktyor sosial media hesabından Nəcəf şəhərindən paylaşım edib. O, Əli ibn Əbu Talib türbəsini ziyarət etdiyini açıqlayıb. Sevindil Akifoğlu, Samir Əliyev, Bugün TV. Gəldim qapıma, tut əllərimi, məni amandı qoyma tək ilahi. Səs ver səsimə, lütf eylə məni, bu qüssədən kənara çək ilahi. selamünaleyküm, her vaktiniz hayır olsun. Hal-hazırda İraqdayam, Nəcəf Əşrəf şəhərindəyəm və indi də Həzrət Əli əleyhissalamın məzar-ı şərifindəyik. Allah bütün istəyənlərə, bütün bu ziyarəti istəyənlərə Allah nəsib eləsin inşallah. Allah xalqımızı, dövlətimizi, elimizi, obamızı, dünyamızı, müsəlman dünyamızı, Azərbaycanımızı salamat eləsin inşallah. Xata balanı, mərd mazarı, bəd nəzəri, pis niyyəti, şər xalqı, şəhər şeytanı, quru böhtanı, dünya frəndləri xalqımızdan, millətimizdən, dövlətimizdən uzaq eləsin. Allah